Yəni möminlər Qur'anla sevinir və günahkar insan isə Allaha asi olmasıyla sevinir. Yəni günaha çatdığına görə sevinir. Zina etdiyinə görə, haram mal yediyinə görə və yaxud da malını doğru olmayan üslublarla, yollarla satdığına görə. Yəni insanın bununla fərəhlənməsi, sevinməsi ki, yəni aldada bildiyin və yaxud da digər hər hansı bir günahla o günahın daha da böyüməsinə səbəb olur. Və həmçinin günahı böyüldən, yəni günahı əhatə edən digər günahlardan biri də insanın etdiyi günahla ləzzət almasıdır. Günah etdiyi zaman Allahı qəzəbləndirir, amma özü isə ləzzət alır, sevinir, gülür. Və insanın etdiyi günahla Allaha asi olmasıyla ləzzət alması, ləzzət duyması insanın etdiyi günahı böyüdən amillərdən biridir. O günahı böyük günaha çevirir. Və ona görə insan günah etsə belə nəfsini qınayanlardan olmalıdır. Günahla ləzzət almamalıdır.